Dostlar, bu günlər EFC oynayacağıq. Klubum Fenerbahçe'dir. Mən Fenerbahçeliyəm çünki. Belə bir klub. Bu normalda 106'lıq bir oyuncudur. Baxın. Mən başqa yerdə oynadıram deyə, başqa mövqedə oynadıram deyə 100 olub hələ ki. Cinah oyuncusu hələ ala bilməmişəm. 104 genəm gördüyünüz kimi. İndi isə başlayaq bir oyun yoxlayaq. Burada karşı atakda mən proyam deyə təkər keçirəm. Fenerbahçe adım da Yusif'dir. Ama Elif oyunda Yusif'de doğrusu hayatta Əlidir. İstesem Əli koyardım. Ama E hərfi yoktu diye koya bilmədim. Bəli, rəqibimiz Real Madrid gəlib atak 58, məndə 103 yani müdafiə. Dağıdarıq ki. Müdafiəsi zor partladır ola. Neyse başlayaq. Kardeşimiz elə bil AFK'dır. Beckenbauer var. Ve kapı tiri. Pulu offside'dadır. Lukman. Ötürme pulu. Lup vurdu. Ronaldinho Gaucho. Ronaldinho Gaucho. Nico Pas. Adamı Lukman. Şimdi aha vurdu bizimki. Hemşeki oyuncumuz vurdu. Şimdi adama dislike koyacağım. Çünkü pis oynayır. Bayaqları bir oyun oynadım. Mən adama 7 gol attım yani. Ülkene. Üç sıfır. Ronaldinho offside'daki yoldaşlarını ötürməsin və gol. Cinah müdafiəçisi Hollandiyalıdır. Yəni Matsen deyirəm mən buna. Matsen. Hollandiyalı. Cinah müdafiəçisi və Aston Villa'nın oyuncusudur. Matsen. Urbik. Pulu. Lukman vurdu. 45.
5-0. Dislike. Aha. Pulu 106'lı oyunçunun pulu həmişə kimi qapıya zərbə endirərək qol vurdu. Qapıcı yəqin zəifdir. Ama güçlü də ola bilər də yəni. Pulu şov. Pulu vurdu. Lokman. Altı 0 Fenerbahçe dahi Real Madrid'de ama öyle de ben olmaz yani rakip kadro yani dediğim gibi rakip kadro zayıftı. Benim klubum 104'tü yani sözüm yoktu. Benden güçlüler de vardı ne olsun ki. Ben yani o kadar çok oyun 20 ona göre de bu kadar. Çok şey eləmirəm. Aha. 7-0 müdafiəsi gəldi. 90'da vurdu, partlattı. 7-0. Yazıq rəqib artıq 55. Neyse dostlar, sağ olun, salamat qalın.